Mələklər dedi, ilahi bunu da həlak eləyək, axı bu çox nurani, pak adamdır. Allah dedi, ən birinci onu həlak eləyin. Bilirsiniz, ən pis müsəlman bilirsiniz kimdir? Ən pis müsəlman ibadətə qapılıb insanları unudan adamdır. Cəmaatı dindən ən çox uzaqlaşdıran insanlar bu insanlardır. Heç kimə faydası dəyməyən abidlərdir. Ən çox xoşa gəlməz xislət budur. Deyim, mələklərə əmr olundu ki, gedin filan əhalini, yerin əhalisini məhv eləyin. Allah bəla göndərir. Hamısı günahkardır. Mələk gördü ki, bir dənə abid bir, məsələn, nurani bir kişi orada ibadət eləyir. Mələklər dedi, ilahi bunu da həlak eləyək, axı bu çox nurani, pak adamdır. Allah dedi, ən birinci onu həlak eləyin. Dedi, nə üçün? Dedi, üzü bir dəfə mənə görə qızarmayıb. Yəni, kimə nə olur vecinə deyil. İbadət eləyir, namaz qılır, oruç tutur. Allahın ən acığı gələn insan tipidir bu. Başqalarına biganə olub, mənəviyyat görüntüsü ilə vicdanını sakitləşdirir. İctimai məsuliyyəti dərk eləmir, vicdan ki sızlayır, güc verir namaza. Ki, vicdan nəyinənsə aram eləsin, sakitləşdirsin. Təvaf eləyirdilər İmam Cəfər Sadiqlə də, Kəbənin təvafıdır da bundan üstündən nə olar? Təvaf eləyirlər, bir nəfər gəldi, İmam Sadiq əleyhissalamdır, bir də yanında bir nəfər səhabədir. Bir nəfər gəldi, təvafda onun qulağına nəsə dedi, o da ona nəsə cavab verdi. Və təvafı davam elədi. İmam dedi ki, nə dedi o sənə? Dedi ki, bir xahişi var, dedi, bir çətinliyim var, onu mənim üçün həll eləyərsən. Mən dedim, get gözlə, təvafı qutarım, gəlirəm. İmam dedi, o təvafı saxla, ged onun işini həll elə, gəl. Dedim, axı, mən ibadət halındayım, təvafdayım. Dedi ki, bir insanın hacətini yerinə yetirmək 100 təvafdan üstündür. Allah evinin təvaf edilməsindən üstündür. Bu tərz təfəkkürü verir əleyhissalamda. İnsan ətrafa xidmət nəzəri ilə baxsın ki, mən necə xidmət edeyim? Evlənəndə bizim gənclər necə evlənir? Deyir ki, o mənə xidmət eləsin, mənə o yox. Deyir, o filan xasiyyətdə olsun, filan tələblər irəli sürür. Amma evlənəndə gənclər bu məntiqlə evlənsin ki, mən bir ömür xidmət eləyəcəyim insanı seçirəm. Layiqli adam seçim ki, bir ömür layiqli adama xidmət eləyim. Birdən də bəxtinə düşməsə, yenə də hər kim olsa ömrünün axırınacan xidmət eləməlidir. Dinin əsas məqsədi nədir? Allahla görüş, Allaha qovuşmaq. Allahla insan arasında ən böyük səd nədir? Egodur, məndir. Mən. Başqalarına yaxşılıq o mən çərçivəsindən çıxardır. Mən divarını yarır deyə Allahla insan arasında hicab qalmır. Bax, bu da əsas, irfani izahı budur.